Salam əziz izləyicilərim. Bugün mən bulqa hazırlayacağım. Ağızda eriyən, yumşaq, çox dadlı bulqa reseptini sizlərlə bölüşəcəm. Videolarımın davamı üçün kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. 200 ml ılıq süd, 1 stəkan, 2 qaşıq duru yağ, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tuzu, biraz duz əlavə eləyib qarışdırıram. Qarışdırandan sonra apardığı qədər unla çox da bərk olmayan, ələ yapışmayan xəmir yoğururam. Xəmir yoğurduqdan sonra 1 saat gözlədirəm ki, xəmir acalansın. Acalanan xəmiri götürüb havasını alıb biraz yenə yoğururam. Sonra isə xəmiri hissələrə bölürəm. Xəmiri hissələrə böldükdən sonra şarik formasında yumru formasını aldırıram ki, mən içinə qatlaşdırılmış südü əlavə elədim, molakonu. Siz cəmdə ya da şokoladda istifadə eləyə bilərsiniz. Videoda göründüyü kimi balaca kündələri bir-bir açıb içinə qatlaşdırılmış südü əlavə eləyib təzədən bağlayıram. Bu formada forma verirəm ki, açılmasın. Bu xəmirdən siz başqa cür bulqalar da hazırlaya bilərsiniz. İnanın çox yumşaq, çox dadlı bulqalar alınır. Sonra isə bir 10 dəqiqə gözlədib üstünə yumurtanın sarısını əlavə eləyirəm. Yumurtanın sarısını vurduqdan sonra əvvəlcədən qızdırdığım sobaya 180 dərəcədə 35-40 dəqiqə pişməyə qoyuram. Biraz da küncüt əlavə eləyirəm ki, ağ küncüt. Bunun pişdikdən sonra biraz soyuduqdan sonra nuş eləyə bilərsiniz. İnanın çox dadlı, çox yumşaq bulqalar alınır. Bu reseptlə eləyəcək olan hər kəsə indidən nuş olsun.